Ruh yoxdur. Sən sadəcə prosessən. Sən özünü xüsusi hesab edirsən. Düşünürsən ki, içində görünməz bir ruh var. Səni idarə edən, səni sən edən bir şey. Amma indi diqqətlə bax. Əgər ruh səni idarə edirsə, niyə bir beyin zədəsi səni tam başqa insana çevirir? Sakit biri aqressiv olur. Ağıllı biri düşünə bilmir. Sevən biri hissiz olur. Ruh dəyişdi. Yoxsa sadəcə beyin? Əgər ruh müstəqildirsə, niyə alkoqol içəndə şəxsiyyətin dəyişir? Niyə bir dərman səni sakitləşdirir, digəri səni depressiyaya salır? Ruhun kimyəvi maddəyə tabe olması məntiqlidirmi? Daha dərinə gedək. Sən qərar verdiyini düşünürsən. Amma təcrübələr göstərir, sən qərarı hiss etməzdən əvvəl beynin artıq qərarı verib. Yəni sən idarə edən deyilsən. Sən sadəcə prosesi izləyən bir şüursan. Ən ağır sual bilirsən nədir? Əgər ruh varsa, onu harda saxlayırsan? Beyində? Açanda tapılmır. Bədəndə? Ölüm anında görünmür. Enerjidirsə, ölçülmür. Maddədirsə, tapılmır. Bəs onda ruh nədir? İnsan beyninin özünü xüsusi hiss etmək üçün yaratdığı ən böyük hekayə. Çünki həqiqət sərtdir. Sən idarə edən deyilsən. Sən milyardlarla neyronun yaratdığı müvəqqəti bir illüziyasan. Və bir gün o siqnallar dayananda, sən də dayanacaqsan. Sadəcə səssizlik. Əgər bu həqiqət səni narahat etdidirsə, deməli düşünməyə başlamısan. Bu cür sərt və dərin mövzular üçün kanala abunə ol. Çünki növbəti dəfə daha da dərinə gedəcəyik.